Salam müəllimlər, axşamınız xeyir olsun. Mən bu gün MİQ və sertifikasiya bağça imtahanına hazırlaşan müəllimlər üçün mövzu 19 oyunun növləri və məşğələlərdə tətbiqindən danışacağam. Mövzumuz çox maraqlıdır, eyni zamanda yadda qalan mövzudur. Vaxt itirmədən keçid eləyək mövzumuza. Biz həmişə qeyd edirik ki, məktəblinin həyatında əsas aparıcı fəaliyyət növü təlimdir. Yaşlının həyatında əsas aparıcı fəaliyyət əməkdir. Məktəbəqədər dövrdə isə uşaqların həyatında əsas aparıcı fəaliyyət növü oyundur. Biz məktəbəqədər dövrdə uşaqları oyunsuz təsəvvür eləyə bilmərik. Çünki oyun vasitəsilə uşaqda estetik zövq formalaşır, onun idraki inkişaf eləyir, onun nitqi inkişaf eləyir. O oyuncaqların rəngini, formasını müəyyən eləyə bilir. Çünki hər bir oyuncağı analiz eləyir. Onları hissələrə bölür, təhlil eləyir. Yeni oyuncaqlar hazırlayır, yəni sintez eləyir, yaradıcı işlər həyata keçirilir. Yəni biz oyun vasitəsilə uşağı hər tərəfli şəkildə kəşf eləyə bilərik. Oyunlar vasitəsilə uşaq müxtəlif obrazlara girə bilir. Yəni oyun zamanı uşaqlarda yaşlıların bir çox keyfiyyətlərinə maraq yaranır. Onlara bənzər hərəkət edir, danışır, qavrayır, düşünürlər, özlərini böyüklər kimi göstərməyə çalışırlar. Təbii ki, biz bu hissələri oyunların növlərində daha geniş şəkildə qeyd edəcəyik. Daha sonra oyun məktəbəqədər dövrdə yenə də qeyd elədiyim kimi əsas vasitələrdən biridir. Yəni uşağın əqli cəhətdən inkişaf etdirilməsində, onun ətraf aləmi dərk etməsində, daha da inkişaf etməsində böyük rola malikdir. Çünki uşaqlar öz həyatlarını, gerçək həyatı oyunda səhnələşdirirlər. Biz uşaqların oyununa baxan zamanı onların nə düşündüklərini, nə hiss etdiklərini görə bilirik. Çünki onlar bilavasitə gördüklərini oyuna gətirirlər, oyunda tətbiq etməyə çalışırlar. Ona görə biz, yəni uşaqları daha yaxından tanımaq istəyiriksə, onların düşüncələrini öyrənmək istəyiriksə, onları müşahidə etməliyik. Çünki onlar hər bir şeyi oyunda tətbiq edirlər. Qeyd elədiyim kimi oyun uşağın nitqini inkişaf etdirir, onun şəxsiyyət kimi formalaşmasında, həyatda öz mövqeyini tutmasında çox böyük əhəmiyyətə malikdir. Və ən əsası isə oyun uşaqlara sevinc verir, onlarda fərəh hissi formalaşdırır. Yəni oyunda sevinc, fərəh hissi olmasa, o öz əhəmiyyətini itirər. Əksər oyunlar kollektiv xarakter daşıdığından belə oyunların keçirilməsi uşaqlarda həmrəylik, yoldaşlıq kimi keyfiyyətləri formalaşdırır. Yəni uşaqlar bir-birlə əməkdaşlıq etməyə başlayırlar. Onlar kollektivdə necə iştirak etmək lazımdır, bunları öyrənirlər. Yəni oyun uşaqlara qaydalara əməl etmək bacarıqlarını formalaşdırır. Uşaqlar yəni həm özlərinə yaradıcı şəkildə oyunlar təşkil edərək həm yaradıcı təxəyyüllərini inkişaf etdirirlər, həmçinin də qoyulan qaydalara əməl etməyi öyrənirlər. Bunlar yəni uşaqlarda nizam-intizamı formalaşdırır. Yəni onlar qaydaların şərtlərinə əməl edirlər, səbirli olmağı, dözümlü olmağı öyrənirlər. Və pedaqoqlarımız oyunları iki böyük qrupa bölüblər. Yaradıcı oyunlar və qaydalı oyunlar. Yaradıcı oyunlar, yəni uşaqların özləri tərəfindən düşünülüb, düzəldilən və həyata keçirilən oyunlara deyilir ki, burada yəni uşaqlar öz təsəvvürlərini, öz düşüncələrini ortaya qoyaraq, onlar yəni özlərinə yeni oyunlar qururlar. Yəni hər bir yaradıcı oyunda xüsusi düşünülmüş, yəni təxəyyülün məhsulu olan bir oyun var. Yəni hər bir yaradıcı oyunda yəni təxəyyülün məhsuludur. Hər bir yaradıcı oyun təxəyyülün məhsuludur. Çünki burada yəni hər şey yaradıcılığa əsaslanıbdır. Burada hər hansı qaydalar yoxdur. Çünki uşaqlar təxəyyüllərində canlandırır, yəni həyatda gördüklərini canlandırır və onları oyuna gətirirlər. Daha sonra qaydalı oyunlar isə yəni yaşlılar tərəfindən gətirilmiş oyunlardır ki, burada xüsusi qaydalar var və hər kəs bu qaydalara əməl edir. Yəni qaydanı uşaqlar pozduqda oyun dağılır və ya da ki, həmin uşağı oyundan kənarlaşdırırlar. Çünki hər kəs bu qaydalara əməl etməlidirlər. Və bu qaydalı oyunlar əvvəlki dövrlərdə necə idisə, indiki dövrdə də artıq o formada davam etdirilir. Yəni hər hansı dəyişikliklər olmadan təkrarlanan oyunlardır. Qaydalı oyunlar isə öz növbəsində iki yerə bölünür. Mütəhərrik və didaktik oyunlar. Mütəhərrik oyunların formatında, yəni hərəkətli mühüm yer tutur ki, yəni
Uşaq yəni topu atıb tutur, qaçıb yoldaşa çatır, sürücü kimi çıxış edir. Yəni formatında hərəkətlilik var. Didaktik oyunlarda isə oyunun qarşısında əqli vəzifə qoyulur ki, yəni uşaq yəni şəkilləri eyniləşdirə bilirmi? Yəni qruplaşdıra bilirmi? Deyilmiş tapmacanı tapa bilirmi? Yəni uşağı düşündürməyə vadar edirik. Yəni əqli cəhətdən onu inkişaf etdirir ki, ümumiyyətlə o hər şeyi analiz edə bilirmi? Hər şeyi əlaqələndirə bilirmi? Yəni bir növ tapmaca xarakterli tapşırıqlara daha çox üstünlük veririk. Yəni məntiqi xarakterli. Daha sonra gəlirik yaradıcı oyunlara. Yaradıcı oyunların isə 3 növ var. Sujetli rollu, dramlaşdırılmış, tikinti quraşdırıcı, yəni konstruktorlarla oyun. Sujetli rollu oyunlar, yəni adı üstündə uşaqlar yəni böyükləri yəni təqlid edirlər. Yəni rollara girirlər. Məsələn, mağaza obrazında satıcı, mağaza oyununda satıcı obrazına girirlər, bərbər oyununda bərbər obrazına girirlər, müəllim oyununda müəllim obrazına girirlər və s. Yəni kifayət qədər belə misallar çəkmək olar. Yəni burada uşaqlar yaşlıları təqlid eləyirlər. Yəni onların rollarına girirlər və onlar kimi çıxış etməyə başlayırlar. Yəni sujetli rollu oyunlarda təqlid çox güclüdür. Konstruktorlarla oyun aydın məsələ ki, yəni uşaqlar müxtəlif legolardan istifadə edərək konstruktorlar, yəni yaradıcı işlər hazırlayırlar. Müxtəlif yəni konstruktorlardan, legolardan istifadə edərək, yəni müxtəlif yəni legoları bir-birinə keçirdərək müxtəlif evlər hazırlayırlar, qaracılar hazırlayırlar. Yəni yaradıcılığı belə deyək də göstərən müxtəlif oyunlar, oyuncaqlar hazırlayırlar. Daha sonra dramlaşdırılmış isə yəni səhnə oyunlarıdır ki, yəni uşaqlar müxtəlif səhnələrdə çıxış edirlər, müxtəlif obrazlarda. Daha sonra gəlirik mütəhərrik oyunlara. Mütəhərrik oyunlar iki yerə bölünür. Sujetli oyunlar və idman oyunları. Qeyd edeyim ki, yaradıcı oyunlarda da belə deyək də sujetli rollu oyun var. Burada da var. Orada sujetli rollu oyundur. Burada isə sujetli oyundur. Qarışdırmayın. Yaradıcı oyunun növündə sujetli rollu oyun var. Baxın bu. Sujetli rollu oyun. Amma mütəhərrik oyunda isə sujetli oyundur. Sujetli rollu oyun yaradıcı oyundur. Sujetli oyun isə yaradıcı deyil, qaydalı oyundur. Çünki mütəhərrik oyun qaydalı oyunun növüdür. Yəni burada sujetli oyun məsələn belə nümunə gətirək də Sıçan pişik oyunu. Sıçan pişik oyunu qaydalı oyundur. Yəni qədim dövrlərdən bu yana qədər yəni gəlib çıxan bir oyundur. Biz burada hər hansı dəyişikliklər etmirik. Onun bir sujet xətti var ki, uşaqlar həmin o sujet xəttindən belə deyək də, sujet xəttinə görə oyunu təşkil edirlər. Yəni orada hər hansı bir əlavələr olmur. Amma mağaza oyununda uşaqlar yəni biri satıcı olur, digərləri alıcı olur. Yəni burada müxtəlif yaradıcılıqlarını ortaya qoyurlar. Elə birə-bir orada satıcını necə görüb o formada etmirlər ki, ora yaradıcılıq qatırlar. Ona görə sujetli rolludur. Amma mütəhərrikin növü olan sujetli oyun isə burada yəni birə-bir necədirsə o formada da olur. Çünki qaydalı oyunun növüdür. Burada ancaq sujeti icra edir. Hər hansı yaradıcılıq qatmır. Yəni idman oyunları da ki, aydın məsələdir, adı üstündədir. Daha sonra gəlirik nəyə? Didaktik oyunların əhəmiyyəti aşağıdakılardır. Gəlin baxaq görək onun əhəmiyyəti nədən ibarətdir. Didaktik oyunlarda ətrafdakılar haqqında təsəvvürlər dəqiqləşdirilir, möhkəmləndirir və genişləndirilir. Yəni uşaq əşyaların rəngi haqqında təsəvvürlərə yiyələnir. Sonra hər bir didaktik oyunda təfəkkür, nitq inkişaf edir və əqli fəaliyyət formalaşır. Didaktik oyun uşaqdan fikir mərkəzləşdirməyi, öz diqqətini, qavrayışını, hafizəsini işə salmağı, müqayisə aparmağı, müəyyən əqli nəticəyə gəlməyə, fikir yürütməyi, biliyini sözlə ifadə etməyi tələb edir. Didaktik oyunlar əxlaqi tərbiyəvi vasitədir. Yəni əxlaq tərbiyəsi vasitəsidir ki, bu oyunlar uşaqlarda dözümlülük, intizam qaydalarına ciddi riayət etmək, düzlük, doğrultuculuk kimi keyfiyyətlər formalaşdırır. Xarakterinə görə də 3 növ var. Oyuncaqlarla oyun, stolüstü çap oyunları və şifahi oyun. Şifahi oyunlara adətən tapmacaları misal göstərə bilərik. Stolüstü çap oyunlarına məsələn latoları, cüt şəkilləri, dominoları, puzzleları misal göstərə bilərik. Oyuncaqlarla da oyunun, yəni adı üstündə, yəni didaktik xarakterli oyuncaqları misal göstərə bilərik. Bu arada qeyd edeyim ki,
Stolüstü çap oyunları xüsusilə əyani prinsipinə əsaslanır. Çünki burada yəni uşaqlar əyani şəkildə yəni çünki burada müəllim uşaqlara əyani vasitələrdən istifadə etməklə oyunu yəni çatdıra bilir. Məsələn, puzzleları göstərir, latoları göstərir. Bu zaman yəni uşaqlar daha dərindən öyrənə bilirlər. Daha sonra müasir pedaqoji ədəbiyyatda oyuncaqlar istifadə müxtəlifliyinə görə təsnif olunur. Gəlin baxaq görə hansılardır. Sujetli obrazlı oyuncaqlar adamları, heyvanları, müxtəlif əşyaları əks etdirir. Oyun üçün tikinti materialları, idman və müxtəlif hərəkətlər üçün oyuncaqlar. Dekorativ kölgə və kukla teatrı üçün personajlar, dramlaşdırma üçün kostyumlar, yolka oyuncaqları. Əyləncə üçün oyuncaqlar, musiqi səsləndirən oyuncaqlar, kompüter oyuncaqları. Didaktik oyuncaqların növləri bunlardır. Hissələri ayrılan oyuncaqlar, qurmaq üçün oyuncaqlar, stolüstü çap oyunları üçün oyuncaqlar. 3 növ oldu. Məktəbəqədər dövrün 3-4 yaşında uşaqlar tək oyunlara, 4-5 yaşında qrupla sadə və xüsusi qaydası olmayan oyunlara, 5-6 yaşında uşaqlarda isə qruplarla qaydalı oyunlara üstünlük verirlər. Bunu qeyd eləmişəm, amma əlavə bir mənbə də qeyd eləmişəm, hansı ki, bu mənbə. Baxın, burada tamamilə fərqli deyilir. Mən qara şriflərdən yazdığımda tamamilə fərqlidir, burada tamamilə fərqlidir. Düzdür, mən bu mənbələrin hamısını yerləşdirdim ki, olar ki, yəni bunu da oxumaq istəyirsiniz. Məsələn, bizim yuxarıda qara şriflərdən yazdığımda qeyd olunur ki, qaydalı oyunlar 5-6 yaşındadır. Amma bu mənbədə deyir ki, qaydalı oyunlar 4-5 yaşındadır. Amma mən yenə də düşünürəm ki, qara şriflərdən yazılanı öyrənsəniz daha yaxşı olar. Yəni bunu öyrənsəniz daha yaxşı olar. Bunları isə öyrənməyin. Sadəcə olaraq bunları yerləşdirdim ki, yəni belə bir mənbə də var əlimizdə. Hər tip mənbələrdən qarşılaşa bilərik. Belə müəllimlər, ümid edirəm ki, hər şey sizin üçün aydın oldu. Əgər hər hansı qaranlıq qalan məqam olsa, şərh bölməsinə yazıb soruşmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.